Məhəmməd Əli, sizdə, daha doğrusu sizin ixtisasa uyğun təcrübə proqramları, təqaüdlər, ümumiyyətlə əlavə imkanlarla bağlı nə deyə bilərsən? Bizim ixtisasda ümumiyyətcə yaxşı tərəfi də, həm də pis tərəfi də var. Təcrübə proqramları çoxdur. Müxtəlif şirkətlərin var. SOCAR var, STP var, SLB var. BP-nin hər il açılır. Yəni Təqaüd istədikdə. proqramı, Turan proqramı var. Çoxdur. Yəni bu yaxınlarda da gördüklərim çox idi. Sadəcə problem odur ki, bunların çoxusu, məsələn, bəziləri olur, yazır ki, 3-cü, 4-cü kurs tələbələr. Amma 3-cü, 4-cü kurs tələbə ora müraciət edəndə magistr tələbələrlə birimiz deyək, rəqabətə çox uduzurlar. Rəqabətlik çoxdur. Hə, yəni çox güclü rəqabət. Məsələn, mən SOCAR-ın gənc istedadlar proqramında imtahan mərhələsi iştirak etmişdim də deyək. Mənim hətta orada bəzi dostlarım var idi. Onlar 40 sualdan məsələn 32-33 doğru cavablandırıblar. Amma keçid balı 36-37 olur. Yəni bu orada 10 tələbə və s. belə seçilir. Çox güclü bir rəqabətdən söhbət gedir. Məsələn, BP-nin təqaüd proqramlarında da eynilə 5-6 nəfər bəlkə seçilər ya yox. Sonra SOCAR Türkiyənin Petkimin də təcrübə proqramı olur, yay proqramları. Orada da çox güclü rəqabətdən söhbət gedir. Yəni ümumiyyətcə var, amma rəqabət çox güclüdür. Bizim sahədə də çox güclüdür, başqa sahələrdə də çox güclüdür. Amma belə tövsiyə edirəm ki, abituriyentlərə fərqli könüllü proqramları ilə öz CV-lərini doldursunlar ilk olaraq. Məsələn, mən SOCAR-da könüllü olmuşdum. Məsələn, o elə first step kimi onu edə bilərlər. Daha sonra başqa təcrübə proqramlarına yönələ bilərlər ki, bu onlara artıq yavaş-yavaş müsbət təsir göstərəcək. Mən bilmək istəyirdim ki, bu kimi məlumatları abituriyentlər və tələbələr hardan əldə edə bilərlər? SOCAR-ın sosial mediasını izləsinlər, yoxsa sizin elə bir məsələn communitiniz var ki, sırf sizin ixtisasda oxuyan tələbələr həmin WhatsApp qruplarına qoşulsalar məlumatları olacaq? Yox, yəni siz daha artıq elə dövrdə yaşayırıq ki, internetdə hər şey tapmaq olur. Telegram qrupları var, WhatsApp qrupları var, Instagram səhifələri var, sırf layihələr paylaşılır orada. Hətta bunları paylaşmaq üçün həmin o səhifələr, qruplar ödəniş alır ki, məsələn mən bunu reklam edəcəm də, məsələn, filan qədər ödəniş et və s. Yəni bunlar olan şeylərdir. Bunlarla maraqlana bilərlər. Zaten birini tapandan sonra o ipucu kimi daha sonra hamısı gələcək. Çox sağ ol ətraflı məlumat verdiyin üçün. Sən qeyd elədin ki, İtaliyada təhsil almısan, Erasmusla. Bu proqram haqqında nə deyə bilərdin? Necə məlumatın oldu? Proses necə oldu? Çətin idimi, asan idimi? Ümumiyyətlə sənin üçün yəqin ki, xoş bir təcrübə olub iştirak etmək. Ümumiyyətcə Erasmus mən birinci kursda ilə qəbul olandan sonra ağlımda var idi. Məndə bir problem var idi ki, mən bütün götürəcəyim fənlər İtalyan dilində olacaq. Mən bunu öncədən fərqində idim. Ona görə İtalyan dili öyrənmişdim müəyyən səviyyədə ki, orada dərsləri keçdim, hətta keçdim də. İtalyanca tədris olunur dərslər, amma keçdim. Bunu neçənci kursda sən gedib təhsil alıb gəldin? Mən 2-ci kursun 2-ci semestri getdim. Artıq 1-ci kursun qışından, yayından, 1-ci kursun yayından mən başlamışdım İtalyan dilini öyrənməyə. Gedəndə A2 səviyyə və s. bu ərəfələr idim. Qaydanda artıq B1 idim. Yəni yadımdan çıxıb yəni A2 falandı. Bizim universitetdə beynəlxalq əlaqələr şöbəsi var idi. Ora müraciət etmişdim birinci. Sənədləri onlara göndərmişdim. Onlar baxıb digər tələbələrlə bir yerdə bir elimination olmuşdu da, belə deyim. Bizim universitetdən səhv etmirəmsə 3 tələbə getmişdik. Bir kimya mühəndisliyindən mən, bir nəfər kompüter mühəndisliyindən, bir nəfər də memarlıqdan olmalı idi, səhv etmirəmsə. İtaliyanın Turin Politexnik Universiteti. Hal-hazırda bildiyim qədərilə Erasmus bizim Azərbaycan üçün bağlanıb. Könüllülüklər açıqdır, amma mübadilə proqramı bağlıdır. Buna yanaşı bəzi universitetlərin özlərinin mübadilə proqramları var. Onlarla abituriyentlər maraqlana bilər. Ya da sırf istəyirlərsə ki, mütləq bakalavr illərində mübadilədə olsunlar. Ona uyğun universitet də seçə bilərlər. Bilmirəm, Bakı Mühəndislik Universitetində dəqiq var ya yox, amma yoxdursa da məncə olar. Xüsusilə Pekindən məncə olacaq. Çünki mənim qrup yoldaşlarım orada bir 10 günlük ya bir həftəlik belə bir müddətdə yay aylarında orada oldular. Səhv etmirəmsə bəzi universitetlərin Bakı Neft məktəbi olmalı idi məncə. Bir də Xəzər Universitetini və səhv etmirəmsə Adınsu da desən 2 diplom
ikili diplom yox, mübadilə proqramları olmalı idi. Abituriyentlər sırf onlarla da maraqlana bilərlər. Universitetlərdə beynəlxalq əlaqələr şöbəsi olur adətən. Tələbələr də gedib oradan məlumat ala bilərlər. Sırf mübadilə proqramları haqqında belə bir məlumatı da verək.